il, əksəriyyəti 14 il yarım. Yalnız orada bir yeniyetmə vardı, 10 il müddətinə azadlıqdan məhrum edildilər. Bugün mühakimə olunan şəxslər məhkəmə hökmünü olduqca dəyanətlə qarşıladılar. Sizə deməliyəm ki, fasilə zamanı Talib Bağırzadə zalda iştirak edən yaxınlarına xahişlə müraciət elədi ki, onu əgər ömürlük azadlıqdan məhrum etsələr, bu qərarı hamılıqla, alqışla qarşılasınlar. Amma gördüyünüz kimi o 20 il müddətinə azadlıqdan məhrum edildi. Bu məqamına görə vurğulayıram ki, içəridə olan insanlar özlərini günahkar bilmirlər. Məhkəmə prosesi də onların təqsirkar olduqlarını sübut etmədi və Xalq Cəbhəsi və Milli Şura adından da bəyan edirəm ki, prosesi əvvəldən axıra qədər izlədik və əmin olduq ki, proses siyasi sifarişli olub, ədalətsiz olub, bugün verilmiş hökm qanunsuzdur. Günün birində Allahın köməkliyi ilə o hökm ləğv olunacaq. Və tam sizə məsuliyyətlə deyirəm ki, bugün bu 6 ay davam edən məhkəmə nəinki nardaran işi üzrə ədaləti ortaya qoymadı, hətta bizim hamımız üçün önəmli olan 6 nəfər öldürülmüş şəxslərin, 4 nəfər Müsəlman Birliyi Hərəkatının tərəfdarının, 2 nəfər polisin kim tərəfindən öldürüldüyünü rəsmən bu məhkəmə ortaya çıxarmadı. Xüsusi olaraq vurğulayıram ki, bugün burada haqqında hökm çıxarılan 18 nəfərin heç birinə o 6 nəfəri öldürməklə bağlı ittiham irəli sürülməyib rəsmən. Deməli, o 6 nəfərin bugün də ölümünün cinayət işi açılmamış qalır. Ona görə də hesab edirəm ki, bu sifarişli qərar ədalətsizdir, mütləq yenidən baxılacaq. Hakimiyyət bu nardaran işini sifarişli qaydada ona görə aparırdı ki, cəmiyyətdə güclü qorxu yaratsın. Fikir verin, ölkədə sosial-iqtisadi böhran dərinləşdikcə cəzanın miqdarı, miqyası artır. Biz bir neçə gün bundan qabaq Qiyas İbrahimovla, Bayram Məmmədovla bağlı gördük ki, sadəcə bir heykələ yazılan şüarlara görə 10 il müddətinə azadlıqdan məhrum etmə. İndi də biz Facebook statuslarına görə Xalq Cəbhəsinin sədr müavini Fuad Qəhrəmanlının 10 il müddətinə azadlıqdan məhrum etməsini gördük və quraşdırılmış cinayət işinə görə insanların 15 il, 17 il, 19 il, 20 il azadlıqdan məhrum etməsinin şahidi olduq. Bunun hamısı ondan ötürüdür ki, cəmiyyətdə qorxu yaransın, amma buradan Azərbaycan iqtidarına demək istəyirəm ki, bu mexanizm işləmədi. Mən bu prosesi izləyirəm və məsuliyyətlə deyirəm ki, baxmayaraq ki, son illərdə ən ağır, ən sərt cəza bu prosesdə verildi, ən çox da ictimai maraq bu proses